Vəhvəzu əlsinətəkum. Dillərinizi günahlardan saxlayın. Ən çox günah insana həyatda dildən gələr. Dil belə bir şeydir, insanı giriftar eləyər dünyada. Qapını açar, adamı zindana salar. Dil belə bir şeydir. İslam alimləri 100-dən artıq günah sayıblar ki, insan bir dənə dilin vasitəsilə eləyər. Bir gün bir şah aşpazını çağırır yanına. Deyir, get nahara, mən üçün dünyada ən qiymətli şey nədir? Onu pişir, gətir yiyeyim. Aşpaz gedir, çox fikirləşir. Nahar çatanda bir dənə dil pişirir, gətirir. Şah səhəri gündə aşpazı çağırır. Deyir, get nahara, mən üçün dünyada ən qiymətsiz şey nədir? Onu pişir, gətir yiyeyim. Aşpaz gedir, yenə çox fikirləşir, nahar çatanda bir dənə dil pişirir, gətirir. Şah soruşanda deyir ki, sənə qurban. Dildir, insanı aparar, həm uca dərəcələrə çatdırar, həm insanı saqit eləyər quyunun dibinəcən, dərənin dibinəcən aparar. Dildir, insanı dünyada həm əziz eləyər, həm insanı dünyada zəlil eləyər. İskəndər Zülqərneyn Hindistanı fəth eləməyə gedəndə bir dənə kahin çağırtdırır. Kahına deyir ki, fal aç, fala bax, gör mənim talihim necə görsənir. Kahin fal açır, fala baxır, görür ki, bunun bütün qohumları öləcək, axırda bu öləcək. Deyir ki, şah sağ olsun, sən bütün qohumların öləcək, axırda sən öləcəksən. İskəndərə azıq gəlir, deyir, gedin, aparın bunu, edam edin. Başqa bir dənə kahin çağırır. Gedirlər, bir dənə də kahin gətirirlər. Deyir, sən falas, fala bax, gör, mənim aqibətim necə görsənir. Kahin fal açır, fala baxır, görür ki, birinci kahinin dedikləri eynən düzdür. Bütün qohumları öləcək, axırda bu öləcək. Amma görür ki, o kahin o cür dedi, onu apardılar edam eləməyə. Deyir ki, şah sağ olsun, sən bütün qohum əqrabalarından çox yaşayacaqsan. İskəndər deyir, buna xalat verin, buna qızıl verin. Məntiq eynidir. İkisinin də sonu ölümdür. Kəlmələri başqadır. Həzrəti Əli əleyhissalatu vəssalam Nəhcül Bəlağədə buyurur ki, elə qan var ki, onu dil tökər. Elə qan var